Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Mən Fariz müəllim Axundzadə Güvənin Test Bankından sizlər üçün cümlənin baş sözlərinin izahını çəkəcəm. Gəlin vaxt itirmədən başlayaq. Deməli, xəbəri fe'li sifətlə ifadə olunmuş cümləni müəyyənləşdirin. Ağacdan asılmış oyuncaqlar necə də gülməlidir. Burada gülməlidir xəbərdir, eyni zamanda fe'li sifətdir. Ona görə cavabımız olur A variantı. Bu sözlər ona deyilməməlidir. Bu deyilməməlidir fe'lin vacib şəkildir. Bunu çıxırsınız. Azacıq aşım, ağrımaz başım. Burada ümumiyyətlə heç fe'li sifət görürsünüz yoxdur. Bişmişlər stolun üstünə düzülmüşdür. Düzülmək fe'ldir. Yəni təsriflənməyən fe'l deyil, təsriflənən fe'ldir. Nə etmişdir? Düzülmüşdür. O mütləq bu xəstəlikdən sağalmalıdır. Bu da fe'lin vacib şəklidir. Burada da fe'li sifət yoxdur. Ona görə cavab olur A variantı. Daha sonra növbəti sualına davam edək. Cümlənin birində mübtəda fe'li birləşməklə ifadə olunmuşdur. Xalq işi uğrunda vuruşanlar daim xatirələrimizdə yaşayacaqlar. Nə edəcəklər? Yaşayacaqlar. Kim? Xalq işi uğrunda vuruşanlar. Mübtədadır. Eyni zamanda fe'li sifət tərkibi, yəni fe'li birləşməklə ifadə olunur. Bizi buraya gətirən oğlan içəri şəhərdə yaşayır. Burada oğlan mübtədadır. İsimlə ifadə olunub. Gecikənləri tamaşaya buraxmayacaqlar. Kimi gecikənləri? Burada cümlədə ismi mübtəda yoxdur. Şuşaya gedən yollarımız artıq azaddır. Azaddır nə? Yollarımız. Burada da yollarımız mübtədadır. İsimlə ifadə olunub. Şuşaya gedən təyindir. Mitingdə toplaşanları dövrəyə aldılar. Burada mitingdə toplaşanları tamamlıqdır. Mübtəda deyil. Daha sonra xəbəri frazeoloji birləşməklə ifadə olunmuş cümləni müəyyənləşdirin. O qatarda tanımadığı bir adamla görüşdü. Nə etdi? Görüşdü. Bu frazeoloji birləşmə deyil. Yada düşdü nişanlısı, nazlı sular, sonası da. Nə etdi? Yada düşdü. Bura yada düşmək frazadır. Ona görə 3-cü sualın cavabı elə B variantıdır. Əlindəki fincan yerə düşüb sındı. Nə etdi? Sındı. Burada sınmaq xəbərdir. Ona biz çox kömək etmişik. Kömək eləmək mürəkkəb fe'ldir, fraza deyil. Oğlunun yazdığı məktubu oxuya bilmədi. Oxuya bilmədi də yenə fraza deyil. Cümlənin birində xəbər əvəzliklə ifadə olunmuşdur. Kaş tez-tez görəydim səni. Nə edəydim? Görəydim. Səni sözü sonda gəlir. Bu da demək ki, xəbərdir. Yaxşı, görəydim xəbər fe'linə ifadə olunub. Sənsiz qəhr edərdi bu cahan məni. Nə edərdi? Qəhr edərdi. Qəhrləmək də fe'ldir. Darvazanın ağzında səssiz səmirsiz dayanan kimdir? Burada sual əvəzliyi xəbər olub. Sual da verə bilmirik. Çünki sual əvəzliyi suala cavab vermədən xəbər olur. İstedadlı şagirdlərimiz yüzlərlədir. Yüzlərlə saydı. Bizimkidir. Bizimki isimdir. Yaxşı. Mənim tələbə yoldaşım kəndlidir cümləsində xəbər nə ilə ifadə olmuşdur? Kəndlidir. Nədir? Kimdir? Kəndlidir. Mənim tələbə yoldaşım kəndli isimdir. Ona görə cavab olacaq 5-ci sualı D variantı. 6. Hansı cümlədə mübtəda sifətlə ifadə olunmuşdur? Qoca və Dəniz romanı Ernest Hemingway yaradıcılığının zirvəsidir. Ernest Hemingway yaradıcılığının zirvəsidir xəbər. Qoca və Dəniz romanı mübtəda, sifət deyil, isim birləşmədir. İclasdaşlar bu qərara çox təəccübləndilər. Kim təəccübləndi iclasdaşlar? Sifətlə ifadə olunub. Cavab B variantıdır. Soyuqdan hamı titrəyirdi. Kim titrəyirdi? Hamı əvəzinə ifadə olunub. Havaya atılan fişənglər rəngbərəng işıq saçırdı. Bura fişənglər isimlə ifadə olmuş mübtədadır. İnsan müqəddəs bir varlıqdır. İnsan burada isimlə ifadə olmuş mübtədadır. Hansı cümlədə ismi xəbər yoxdur? Ayazlı şaxtarı bir qış axşamı idi. Burada qış axşamı xəbər olur. İsmi xəbərdir. Şəhidlər xiyabanı, dilə gəlir məzarlar. Nə edir? Dilə gəlir. Dilə gəlmək deməli fe'ldir. Ona görə fe'li xəbərdir, ismi xəbər deyil, cavabım B-dir. Söz vardır. Burada var ismi xəbər sayılır. Çünki predikativ sözdür. Kür qırağı nəcəb seyrəngahı var. Burada da var ismi xəbər sayılır. Mən kimi yox əldə ixtiyarın yoxdur demək istəyir. Özgə əlindədir məharın. Burada yox, burada da özgə əlindədir. Bu da yenə ismi xəbərdir. Cavab 7-də B variantı olmuş olur. Hansı cümlədə xəbəri sifətdən düzəlmiş fe'llə ifadə olunmuşdur? O birdən dilləndi. Dil, dillən. Bu dil ismindən düzəlib bunu çıx. Sənin adımdır ki, sifətdən düzəlsin. Siz bugün necə də gözəlsiniz. Gözəl. Bu ümumiyyətlə sadə sözdür. Necə də düzəlliyin deyə bilmərik. Gözəlsiniz bu formada. Bu meyvə çox yeməlidir.
Meyvə necədir? Yeməlidir. Ye sözün kökü mal məl burada feil sifətdir. O günü-gündən yaxşılaşırdı. Yaxşılaşmaq feili yaxşı sifətindən düzəlib. Ona görə 8-in cavabı D variantıdır. Dostlarımın sayı lap çoxalmışdı. Çoxal. Burada da çox deməli sayı ilə düzəlmiş olur. İsmi xəbərli cümlə. Fuad bütün gecəni oyaq qalmışdı. Burada oyaq qalmaq görürsüz feillə ifadə olunub. Bu idmançılar yarışda birincilik qazananlardır. Qazanan feili sifətdir. Bilirsiniz ki, feili sifətdə məstər də ismi xəbər sayılır. Feili bağlamada xəbər olmur. 9-cu cavab B-dir. Həkimlərin səyi nəticəsində xəstəliyə qazanmaq mümkün oldu. Mümkün olmaq feildir. Əsirdir feildir. Tanınar feildir. Dostlarına xəyanət etmək istəyən xəyanətin qurbanı olacaqdır. Dostların xəyanətin qurbanı olacaq xəbər. Dostlarına xəyanət etmək istəyənlər mübtəda. Mübtəda nə ilə ifadə olunmuşdur? Dostlarına xəyanət etmək istəyən anəni görürsünüz. Feili sifət tərkibi ilə. Feili sifət tərkibi yoxdursa, sən buna feili birləşməli deyə bilərsən. İzahda demişəm ki, tərkiblə birləşmə sinonimdir. Daha sonra 11-ci suala baxaq. Mübtədası ismi birləşmələ ifadə olmuş. İsmi xəbərli cümlələri müəyyənləşdirin. Şagirdlərin biri sözə başladı. Burada mübtəda ismi birləşmələ ifadə olunub şagirdlərin biri. Amma sözə başlamaq axı feildir. Bu ismi xəbər deyil, ona görə bunu çıxırsınız. Yer üzünün əşrəfi insandır. İnsandır kim? Yer üzünün əşrəfi. Elə bunun cavabı B olacaq. Yer üzünün əşrəfi ismi birləşmədir. İnsandır da ismi xəbərdir. Göy-göl zəlzələ nəticəsində meydana gəlmişdir. Meydana gəlmək feili xəbərdir. Düzdür, göy-göl söz birləşməsinə ifadə olunsa da bu cümlə feili xəbərli olduğu üçün çıxırıq. Sənin niyyəti məni də sevindirir. Sənin niyyətin ismi birləşməlidir. Sadəcə sevindirmək feildir deyə işimizə yaramır. Yəni feili xəbərlidir. Bunların hamısı axşama qədər qonşulara paylanılmalı imiş. Burada bunların hamısı axşama qədər qonşulara paylanılmalı imiş. Burada qonşulara paylanılmalı imiş feili xəbərdir. Bunların hamısı ismi birləşmə mübtəda olsa da feili xəbərli olduğu üçün bunu da çıxırıq. 12. İsmi xəbərli cümləni müəyyənləşdirin. Düşmənin işğal etdiyi ərazilər geri alınacaq bu feili xəbərlidir. Deyəsən imtahanda pis qiymət alınmışdı feili xəbərlidir. Bir kərə yüksələn bayraq bir daha enməz feili xəbərlidir. Bugün hava buludludur. Buludlu sifət olduğu üçün bu ismi xəbər sayılır. Qəbul etdiyim dərmanlar narahatlıq verirdi. Narahatlıq vermək feildir. Bundan çıxırsınız. Hansı cümlənin mübtəda söz birləşməsi ifadə olunub? Tutqun hava insanı tez yorur. Bax, nə edir? Yorur. Nə? Hava. Tutqun bura təyindir. Yaxşı, çıx. Səs salma, yatanlar aylar, qoy hələ yatsın. Nə edir aylar? Kim yatanlar? Burada sifətindən ifadə olunub. Üzr istəyirəm, feili sifətindən ifadə olunub. Yəni söz birləşməsi deyil. Ağdam, Qarabağ tezliklə işğaldan azad olunacaq. Burada Ağdamla Qarabağ söz birləşməsi deyil, bitişik yazılan mürəkkəb isimlərdir. Qarabağ torpağını işğal azad etmək hamının müqəddəs borcudur. Hamının müqəddəs borcudur. Nə? Qarabağ torpağını azad etmək. Bu söz birləşməsidir, feili birləşmədir. Maqamək məsələri görürsünüz. Qardaşım tibb universitetində oxuyur. Nə edir? Oxuyur. Kim qardaşım? Bu da söz birləşməsi deyil. Haradadır, haradandır suallarına cavab verin. Üzvdir görürsünüz. Deməli, avtomatik xəbər sayılmış olacaq. Özdə ismi xəbər olmuş olacaq. 16. 15 üzr istəyirəm. Öz hünərinə inananlar başqalarından çox müvəffəqiyyət əldə edər. Mübtədanın ifadə vasitəsi nə edər? Əldə edər. Müvəffəqiyyət əldə edər. Müvəffəqiyyət əldə etmək deməyək də, əldə edər deyək, müvəffəqiyyətə tamamlıq deyək. Kim müvəffəqiyyət əldə edər? Öz hünərinə inananlar. Öz hünərinə inananlar, anəni görürsən, inanın. Demək, feili sifət tərkibidir. Feili sifət tərkibi, yəni A variantı. Burada tək feili sifət olsaydı götürməyəcəkdim. Çünki feili sifət tərkibidir. Yaxşı. 16. Xəbəri mücərrət mənalı isimlə ifadə olunan, xəbəri mücərrət mənalı isimlə ifadə olmuş cümləni müəyyənləşdirin. Gəlin baxaq. Bugün hava çox dumanlıdır. Sənə isim deyir, dumanlı sifətdir. Babam məşhur bir yazıcıdır. Yazıcı isimdir, amma konkretdir. Sən namuslu və şərəfli igidsən. İgid sifətdir. Namuslu, şərəfli təyindir. Arzum Təbrizi yenidən görməkdir. Görmək, görürsünüz, məstərdir, isim deyil.
Bu qələbənin əsası birlik və bacarıqdır. Bura birlikdir, bacarıqdır, bura dırıqçı olub, yaxşı. Birlikdir, bacarıqdır ismi xəbərdir. Eyni zamanda birliklə bacarıq mücərrəd isimdir. Ona görə 16-cı A variantıdır. Bir müstəqil xəbər ola bilmir. Aha. Bax, idi niyə müstəqil xəbər olsun ki? Ümumiyyətlə ididir, imişdir, isədir, dırdır. Bunlar müstəqil xəbər olmur. Var, yox, lazım, gərək, mümkünəs predikativ sözlər müstəqil xəbər olur. Özə ismi xəbər olur. Suala cavab vermir. Hansı cümlə yalnız mübtəda və xəbərdən ibarətdir? Hansı cümlə? Hə, yenicə təmir olunmuş evə köçənlər sevincli idilər. Sevincli idilər. Kimlər? Yenicə təmir olunmuş evə köçənlər. Elə A variantı yalnız mübtəda xəbərdən ibarətdir. Sənə sözüm var. Var nə? Sözüm. Kimə sənə tamamlıq var? Yusifin qulağına qarışıq bir səs gəldi. Nə etdi? Səs gəldi. Nə etdi? Gəldi. Nə gəldi? Səs gəldi. Düzdür? Necə səs gəldi? Qarışıq səs gəldi. Nəyə gəldi? Yusifin qulağına gəldi. Bunu da çıxırıq. Səlim bəyin ağlı başına gəlməmişdi. Səlim bəyin ağlı birləşmədi. Düzdür? Ağlı başına gəlmək də birləşmədi. Düzdür? Bu birləşmənin heç birini parçalamırsınız. Buna deyirsiniz ki, Səlim bəyin ağlı başına gəlmişdi, xəbər. Uzun Həsən qırğı kimi atın yalına yatmışdı. Nə etmişdi? Yatmışdı. Kim? Uzun Həsən. Necə, nə tərzdə yatmışdı? Qırğı kimi nəyə yatmışdı? Atın yalına yatmışdı. 18-ci cavabı A variantı olmuş olur. 19. Söz birləşməsi ifadə olunan mübtəda işlənmiş cümləni müəyyənləşdirin. Söz birləşməsi ifadə olmuş mübtəda. El qədrini canından əziz bilənlər unudulmur. Kim unudulmur? El qədrini canından əziz bilənlər. El 19-cu cavabı olsun A variantı. Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm. Xəbər nə ilə ifadə olmuşdur? Haqq bağıran səsiyəm. Çeynənən bir ölkənin səsi. Baxın, ölkənin səsi. Gördünüz? Birinci tərəf yiyəli, ikinci tərəf nəsbət. Üçüncü növ deyirik buna. Yadınıza gəlir, izahda demişdim sizə. Üçüncü növlər arasında nə qədər söz daxil olsa parçalanmır demişdim sizə. Ona görə ölkənin haqq bağıran səsi bir yerdə olur xəbər. Bu da sayılır ismi xəbər. Özü söz birləşməsi, yəni ismi birləşməyə ifadə olmuşdur. Cavab B variantıdır. Mən mübtədadır, çeynənəndə təyindir. Bir də burada yadaddır. Hansı cümlədə yalnız xəbərdən ibarətdir? Əlinin qanı yaman qaralmışdır. Bax, əlinin qanı üçüncü növdür. Qanı qaralamaqda frazadır. Nə bu ikisi parçalanmır, nə də bu ikisi parçalanmır. Başa düşdünüz? Nə bunlar parçalanmır, nə bunlar parçalanmır. Sən o zaman bunu bir yerdə xəbər deyəcəksən. Mənim özümə öz dərdim bəsdir. Bəs ayrıca xəbər olur. Dostumun yaxşı oxumağı var. Var ayrıca xəbər olur. Qardaşım, Məhəmmədin sinif yoldaşısan. Məhəmmədin sinif yoldaşısan bir yerdə xəbər olur. Qardaşım burada ayrılır, mübtəda olur. Üzr istəyirəm. Cümlənin səhv olur. Qardaşım Məhəmmədin sinif yoldaşısan. Məhəmmədin sinif yoldaşı bir yerdə olur xəbər. Hansı Məhəmməd qardaşım olur? Təyin. Sonuncu görüş idi. Görüş idi. Hansı görüş? Sonuncu görüş. Elə bu sualın da cavabı 21-ci cavabı olacaq A variantı. 22. Nümunədəki feili birləşmənin növünü və sintaktik funksiyasını müəyyənləşdirin. Yazıq o şəxsə ki, sevmir nəsihət, nəsihət sevənlər qazanar sərvət. Nə edər qazanar, nəyi qazanar, sərvətə qazanar, kim sərvətə qazanar, nəsihət sevənlər. Nəsihət sevən feili birləşmədir, eyni zamanda mübtəda olur. Deməli, cavab olacaq 22-də D variantı. İsmi xəbər ifadə oluna bilmir. Feili birləşmə ola bilər, yəni məsdərlə feili sifətlə söhbət edir. Feili sifət olar, zərf olar, mürəkkəb olar, tərz hərəkət zərfi olmaz. Mənim tərz hərəkət zərfi olmayacaq. Yaxşı, yəni tərz hərəkət zərfi ismi xəbər deməyəcəksiniz. Tərz hərəkət zərfi tərz hərəkət zərfli ola bilər. Nə bilim, xəbər ola bilər. Məsələn, cəld tərz hərəkət zərfli idi, xəbər ola bilər. Daha doğrusu zərfidir. Hansı cümlənin mübtədası söz birləşməsi ifadə olunmamışdır. Aha. Vətəni sevmək hər bir gəncin borcudur. Hər bir gəncin borcudur. Nə? Vətəni sevmək söz birləşməsidir. Hüseyn Cavid mənzum dramaturgiyamızın banasıdır. Bu da Hüseyn Cavid söz birləşməsidir. Günə baxan faydalı bitkidir. Bitkidir. Nə? Günə baxan necə faydalı? Söz birləşməsi olması üçün iki söz olmalıdır. Ayrı yazılmalıdır.
bu bir dənə isimdir deyə söz birləşməsi yaratmayacaq. Vətən uğrunda şəhid olanlar mübtədadır. İnsanın halı mübtədadır. Yamandır olur xəbər. Bu qədər. Hansı cümlə yalnız mübtəda xəbər əməlidir? Səlim bəyin ağlı başına gəlmişdi. Səlim bəyin ağlı başına gəlmək birləşmədir. Nə bu ikisi parçalanmır, nə bu ikisi parçalanmır. Hamısı bir yerdə olur xəbər. Amma sizə lazımdır ki, mübtəda xəbər. Burada yalnız xəbər deyə anı çıxırsınız. Sənə deyilə sözüm var. Var nə sözüm? Hansı sözüm? Necə sözüm? Sənə deyiləsi sözüm. Yusifin qulağına qarışıq bir səs gəldi. Nə etdi? Gəldi. Nə gəldi? Səs gəldi. Bu cümləni bayaq biz təhlil eləmişdik də. Yusifin qulağına tamlıq olmuş demişdik. Bunu da çıxaq. Onların hamısı vətən təəssübkeşi olublar. Onların hamısı vətən təəssübkeşi olubdur. Aha, onların hamısı vətən təəssübkeşi olmaq. Aha, baxın, vətən təəssübkeşi parçalanmır. Təəssübkeş olmaq da bir yerə təhlil olunur. Ona görə vətən təəssübkeşi olublara xəbər deyəcəksən, onların hamısı mübtəda deyəcəksən, cavab olacaq D variantı. Vətən təəssübkeşi ikinci növdür. Təəssübkeş olmaq da mürəkkəb feildir. Uzun Həsən qırığı kimi atın yanına yatdı. Burada elə qırığı kimi deyəcəksiniz, tərcə keçəcəkliyi. Bunda çıxacaqsınız. 25 cavab olacaq. 25-in cavabı olacaq D variantı. Hansı nümədə suala cavab verməyən üzv işlənib? Bilirsiniz ki, suala cavab verməyən üzv ya predikativ sözü ya da sual əvəzidir. Gəlirsə C-də predikativ sözü, yəni var sözünü görürsünüz, deyirsiniz ki, suala cavab vermir. 27. Cümlənin birində mübtədası sadə söz birləşməsi ifadə olunmuşdur. Nizaminin yazdığı əsərləri dünya xalqları sevə-sevə oxuyur. Nə edir? Oxuyur. Kim oxuyur? Dünya xalqları. Düzdür? Dünya xalqları nəyi oxuyur? Əsərləri oxuyur. Düzdürmü? Hansı əsərləri? Nizaminin yazdığı necə oxuyur? Sevə-sevə oxuyur. Yəni mübtəda nədir? Dünya xalqları iki söz deyə sadə söz birləşməsidir. Anı götürürsən. Nizaminin xəmsəyə daxil olan əsərləri dünya xalqları tərəfindən sevilə-sevilə oxunur. Nə edir? Oxunur. Nə? Nizaminin əsərləri 1, 2, 3, 4 dənə sözlər mürəkkəbdir. Nizaminin hikmət dolu əsərləri, burada Nizaminin əsərləri yenə mübtədadır. 1, 2, 3, 4 sözdür. Nizaminin sevilən əsərləri, burada da mübtədadır, 3 söz var. Nizaminin məşhur əsərləri, burada da 3 dənə söz var. Ənədatdır, bunu saymırsan. Ona görə cavab olur A variantı. 28. Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunmayıb? Qürur duyuram ki, vətənimin belə gözəllikləri var. Var. Nə vətənimin gözəllikləri mübtəda söz birləşməsinə ifadə olunub. Hər kəsin dediyinə kör-körə inanmaq cahillikdir. Cahillikdir. Nə hər kəsin dediyinə kör-körə inanmaq məsdər tərkibi mübtəda olub. Onun danışığı ətrafdaşları şübhələndirdi. Nə etdi? Şübhələndirdi. Nə onun danışığı? Bu da birləşmədir. Həm Elşən, həm də Faiqin digər dostları məclisə dəvət olunmuşdular. Aha, nə etmişlər? Dəvət olmuşlar. Kim? Elşən, Faiqin dostları. Elşən, həm də Faiqin dostları. Görürsünüz, burada ən azı həm Elşən, həm də Faiqin dostları. Bunlar necə təhlil olunacaq? Elşən, bir də Faiqin dostları. Belə təhlil olunacaq. Və Faiqin dostları mürəkkəbli çıxacaqsınız. Ağıldan məhrum güc özünə məhv olur. Nə edir? Məhv olur. Nə məhv olur? Güc. Hansı güc? Ağıldan məhrum güc. Necə məhv olur? Nə tərzdə məhv olur öz-özünə? Burada güc mübtədadır. Birləşmə deyil, sadəcə isimlə ifadə olmuşdur. 28-də E deyəcəyik. 29. Hansı cümlədə baş sözlər hər ikisi söz birləşməsi ifadə olunmuşdur? Tilovun biri Adilin əli. Adilin əlində idi. Nə? Tilovun biri. Tilovun biri 3-cü növdür, Adilin əlində 3-cü növdür. 29-a A deyəcəksiniz. Vasifin ən böyük arzusu müəllim olmaqdır. Burada müəllim olmaq xəbəri olur. Təəssüf ki, bu söz birləşməsi deyil. Çünki ol etbil burada mürəkkəb feil yaradıb. Bir söz sayılır. Mümkün deyil. Burada mümkün deyil xəbərdir. Bu deyil bilirsiniz nədir? Mümkündür. Bunun inkarı mümkün deyil. Deyil inkar hissəcidir. Mürəkkəbli yaratmır. Yaxşı oxuyanlar bugün gələcəklər. Nə gələcəklər burada? Gələcəklər mürəkkəb deyil. Söz birləşməsi deyil. Ay cəmaət yol verin. Bura yol verin kim? Cəmaət. Cəmaət burada söz birləşməsi deyil. Xəbər haqqında səhv. Baxaq. Xəbər haqqında səhv soruşur. Mübtədə aid hərəkət və hökm bildirir. Doğrudur. Xəbər həm nitq hissəsi, həm də söz birləşməsi ifadə oluna bilər. Doğrudur.
Daha sonra fe'li xəbər təsriflənməyən fe'lə ifadə oluna bilməz, doğrudur. Təsriflənməyən fe'lər ismi xəbər olur. İdi imiş hissəcikləri qoşulduğu sözlə bircə cümlənin mürəkkəb xəbəri olur. İdi imiş hissəcikləri qoşulduğu sözlə bircə cümlənin mürəkkəb xəbəri. Xeyr, mənim idi imiş necə mürəkkəb xəbər olsun? İdi imiş nəyə qoşulsa o xəbər olur da. Yəni idi imişin sözü xəbərləməkdən başqa bir funksiyası yoxdur. Bu quruluş dəyişə bilməz. Onun üçün D səhvdir. İsmi xəbərlər sonu xəbərli şəkilçisi ismi xəbərlər sonu xəbərlik şəkilçili adlarla ifadə oluna bilər. Bu doğrudur. Məsələn, tutaq ki, müəllimsən, həkimsən və s. Baxaq 31-ci suala. Bizim iş yoldaşımız Cəllabadlıdır. Cəllabadlıdır. Kim? Bizim iş yoldaşımız Cəllabadlıdır da isimdir. Yaxşı. Xəbər isimlə ifadə olunub. Hansı cümlənin mübtədası sual vermək olmur? Birisi ki, var, yox, lazım, gərək, mümkünə sual vermək olmur. Bir də sual əvəzində sual vermək olmur. Mənim bu işdən xəbərim yoxdur. Axşamki hadisələri kim törətmişdir? Baxın, axşam qaranlıqdır. Aşağı qaranlıqdır, qaranlıqdır. Hara aşağı? Mübtədadır, çıx, sual cavab verir. Mənim bu işdən xəbərim yoxdur. Yoxdur nə? Mənim xəbərim. Buna sual vermək olur. Axşamki hadisəni kim törətmişdir? Bunu saxlayaq. Bu son qərarındır. Son qərarındır. Nə bu? Bu da sual vermək olur. Meyvələrin bəzisi çal idi. Çal idi nə? Meyvələrin bəzisi. İndi gəl C variantına baxaq. Axşamki hadisəni kim törətmişdir? Nə etmişdir? Törətmişdir. Bura kim mübtədadır, amma sual verə bilmir. Çünki sual əvəzinə sual vermək olmur. 33. Bir ismi xəbərin sualıdır. Nə edəcək fe'li xəbərin sualıdır. Olasıdır. Bunlar ismi xəbərin sualını soruşur bizdən düzdür. Nə olasıdır fe'li xəbərin sualıdır. Harada. Ümumiyyətlə harada, kimdə, nədə, harada, evdə, harada, bu zərfliyin sualıdır. Ümumiyyətlə bu xəbərin sualı olması üçün haradadır olmalıydı. Neçənci də təyinin sualıdır. Xəbərin sualı olması üçün neçəncidir olmalıydı. Düzdür, bunlar avtomatik çıxırsınız. Nə edəcəklə, nə olasıdır da fe'lin sualıdır. Bir dənə cavabları C variantı nə üçündür? Məsələn, deyirəm, sənin üçündür və yaxud da onun üçündür, kitab üçündür, nə üçündür? Kitab üçündür, ismi xəbər sayılır. Ona görə cavab C variantı olmuş olur. Təkrar edirəm, B ilə D-ni ona görə çıxdıq ki, bunlar xəbərin sualı deyil. A ilə E-ni ona görə çıxdıq ki, fe'lin xəbər sualıdır, fe'lin xəbərin sualıdır. Fe'li xəbərin sualıdır, üzr istəyirəm, cavablar C variantı. Yadlar mərhəmətinə sığınmaq od gəlininə yaraşmaz. Nə etməz, yaraşmaz? Nə yaraşmaz? Yadların mərhəmətinə sığınmaz. Kimə yaraşmaz? Od gəlininə yaraşmaz. Mübtəda nə ilə ifadə olmuşdur? Maqmək məsləri görürsünüz, məslər tərkibi görürsünüz. Məsləri seçmirik. Məslər tərkibini seçirik. 35. Hansı nümunədə mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi pozulmuşdur? Ölülər, ulduzlarla adam, ölülər, ulduzlar da adamlar kimi. Cümlənizi oxuyaq. Ölür ulduzlar da adamlar kimi. Nə edir? Ölür, nə ölür? Ulduzlar ölür. Burada fikir versəniz, ulduzlar cəmdədir, amma ölür sözündə cəmlik yoxdur, ona görə pozulub. Biz dərs oxumalıyıq, biz oxumalıyıq pozulmayıb. Kənd uşaqlarının hamısı bu işə çox sevinir. Nə edir? Sevinir. Kim? Kənd uşaqlarının hamısı. İndi, burada deyə bilərsən, cəmdə var, tək də var. Xəbər cəm olsun tək. Əgər mübtəda söz birləşməsinə ifadə olunubsa, mübtədanı xəbərlə uzlaşdıranda sən birləşmənin əsas tərəfinə bax. Hamısı sözündə cəmi yoxdur, təkdir. Deməli, xəbərin təkdir olması normaldır, problem yoxdur. Gecə yarıdan keçmişdi. Gecə yarıdan keçmişdi. Keçmişdi nə? Gecə yarıdan keçmişdi. Nədən yarıdan? Və ya da belə deyə bilərsən. Keçmişdi, nədən keçmişdi, nə zamandan keçmişdi? Gecə yarıdan keçmişdi, bir yerdə. İtlər hürürdülər, itlər cəmdədir, hürürdülər cəmdədir. 36. Hansı fikir doğrudur? Var, lazım kimi sözlər cümlədə ismi xəbər olur, doğrudur. Frazeoloji birləşməli fe'li xəbər olur, doğrudur. Təsriflənməyən fe'lər cümlədə fe'li xəbər olur. Səhvdir, təsriflənməyən fe'lər ismi xəbər olur. Mürəkkəb adlar da xəbər ola bilir, doğrudur. Xəbər iki cür olur, ismi fe'li xəbər, bu da doğrudur. 37. Mübtədası ismlə ifadə olunan cümləni müəyyənləşdirin. Gözəllik bir nemətdir. Nemətdir nə? Gözəllik. Gözəllik də isimli cavabı variantıdır. Əziz dinləyicilər, birazdan birincilər təbrik nitqi söyləyəcəklər. Burada əziz dinləyicilər xitabdır, bundan işin yoxdur. Birincilər mübtədada sayla ifadə olunub. Cəmdəklər neftdaşlarında, burada cəmdəklər sifətindən ifadə olunub. Gənclər burada sifətindən ifadə olunub. Hamı burada əvəzindən ifadə olunub. Hansı cümlədə heç bir üzdən asılı olmur, mübtəda heç bir cümlədən asılı olmur. 39. Hansı cümlədə xəbər sifətlə ifadə olmuşdur? Bu xəbəri eşidən qocanın keyfi kökəldi. Keyfi kökəlmək fe'li xəbərdir, sifətlə ifadə olmayıb.
Tənbəl və səliqəsiz imiş, tənbəl imiş, səliqəsiz imiş sifətdən nə ifadə olunub? Cavab budur. Vurdurmaz feildir, örtülmüşdür feildir, xeyirxahlığıdır, xeyirxahlıq isimdir. Elə ki, sifət bu lığı qəbul edəndə isim olur daha çox. Bunu yadınızda saxlayın. Gözəl sifəti gözəllik isim, xeyirxah sifəti xeyirxahlıq isim. Cümlənin mübtədası nə ifadə olmuşdur? Ömür başdan başa, beş işdən qəbrə, həyatın sevinci, qəmi deyilmi? Ömür burada mübtədadır və isimdən ifadə olmuşdur. Daha sonra hansı cümlədə mübtəda feili sifətlə ifadə olmuşdur? Oxumaq, öyrətmək hamımızın işidir. Hamımızın işidir nə? Öyrətmək, oxumaq məsdərdir. Sən dedin ki, müqəddəsdir azad könül, azad vətən müqəddəsdir. Nə? Könüllə vətən isimlə ifadə olunub. Yazın səhər vaxtı güllü çiçəklik, ürək səhərinlədən yellər bizdədir. Bizdədir nə? Yellər isimlə ifadə olunub. Danışmayan yalnız ana idi. Ana idi kim danışmayan? Hə, bu feili sifətli cavabını dedi. Universiteti bitirənlərlə görüş keçirildi. Nə idi? Keçirildi nə? Görüş. Burada da mübtəda isimlə ifadə olunub. 41-ci cavabı oldu. D variantı. 42-yə baxaq. Hərə öz bacardığından yapışar cümləsi mübtəda ilə ifadə olunmuşdur. Nə edir? Yapışar. Kim hərə? Hərədə qeyri-müəyyən əvəzlikdir. Yəni E variantı olacaq. 43 mübtədası və xəbəri sifətlə ifadə olunmuşdur. Yaralının vəziyyəti ağır idi. Ağır idi. Nə yaralının vəziyyəti? Görürsünüz bu nitq hissəsi deyil, bu ümumiyyətlə söz birləşməsidir. Səndən xəbərlə ifadə, xəbəri sifətlə ifadə olmuş, sifətlə nitq hissəsidir. Qoca yaşlı olmasına baxmayaraq çox yüngül və cəld idi. Cəld idi, yüngül idi. Kim qoca? Mübtəda qoca sifətdir. Xəbərlər də yüngül və cəld sifətdir. Ona görə 43-cü cavab olur. B variantı. Digərlərinə baxaq. Dünənki ilıq hava bu gün birdən-birə soyuqlaşdı. Soyuqlaşmaqda feildir. Hava da isimdir. Yaxşı, bunda çıx. Balaca balıq üçün dənizdə üzmək çətin idi. Çətin idi. Nə? Balaca balıq üçün dənizdə üzmək bir yerdə olur mübtəda. Bu da birləşmə ifadə olunub. Nitq hissəsi deyil. Gecələr qısalır, gündüzlər uzanır. Uzanır nə gündüzlər, qısalır nə gecələr. Mübtədalar isimlə, xəbərlər də feillə ifadə olunub. Bu da gecə və gündüz sözü nə sualına cavab verdiyi üçün isim olur. Amma nə zaman, nə vaxt sualına cavab versəydi, zərf olmuş olacaqdı. Feili sifət tərkibinin sintaktik vəzifəsi müəyyənləşdirin. Çəkdiyim nalədən nə üçün oyanmaz? Şirin rüyasına qurban olduğum. Bax, nə etməz? Oyanmaz. Kim oyanmaz? Şirin rüyasına qurban olduğum. Bax, olduğum burada dığı feili sifətdir. Yaxşı, bunu nəzərə tutur. Bu da mübtədadır. Ona görə 44-cü cavabı burada A variantı olmuş olur. Çəkdiyim nalədən, burada çəkdiyim sözü çağırtırmasam, bu feili sifət tərkibi deyil, axı tək olduğu üçün feili sifətdir. Burada təyin olur. Yaxşı. Amma sizə aldatmasam, bu feili sifətdir. Feili sifət tərkibi deyil. 45-ə baxırıq. Çörəkxanadaşlar vur-havur işləyir, su tökür, xəmir yoğurur, kürəyə od qoyurlar. Cümləsi mübtəda. Kim işləyir? Çörəkxanadaşlar. Bu da sifətdir. Yaxşı. Nə ilə ifadə olmuşdur deyirsən, sifət seçəcəksən 45 olacaq B. 46 cümlənin birində xəbərlə mübtədanın uzlaşması pozulub. Dünyanın hər yerindən bu konfransa bir çoxları gəlmişdi. Bir çoxları cəmdədir, gəlmişdi yox. Gəlmişdilər olmalıydı. Ona görə 46 adı. Şagirdlərin ikisi təkdədir, bilmədi təkdədir, problem yoxdur. Cəmaət təkdədir, toplaşdı təkdədir. Həyatın hər anı an təkdədir, mənalıdır təkdədir. Özü bu işə görə özü təkdədir, cavab verməlidir təkdədir. 47-yə baxaq. Mübtədası söz birləşməsi ilə ifadə olmuş cümlə. Atamla qardaşım qonağı qarşılamağa getdilər. Burada atam getdilər. Atam bir mübtədadır, qardaşım başqa bir mübtədadır. Nitq hissəsidir. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır. Bu da Qarabağ mübtədadır. Çıxırsan. Kömək etmək əxlaqi keyfiyyətdir. Kömək etmək mübtədadır, amma mürəkkəb feildir. Söz birləşməsi sayılmır. Bunda çıx. Şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Nə edəcəkdir? Qalacaqdır. Kim? Sevərək yaşayanlar, sevilərək ölənlər. Görürsünüz, söz birləşməsidir. Cavabını dedi. Küsüb barışmaq qızların adətdir. Qızların adətdir nə? Küsüb barışmaq nitq hissəsidir, mürəkkəb nitq hissəsidir. Söz birləşməsi sayılmır. 48-də baxaq. Hər kəs yerindən qışqırmağa başladı cümləsində. Cümləsə mübtədanın ifadə vasitəsi. Nə etdi? Qışqırmağa başladı. Bilirsiniz ki, məsdər üstəgəl başlamaq istəmə bir yerə təhlil olunur. Hər kəs mübtədadır. Bu da qeyri-müəyyən əvəzlikdir. Ona görə 48-də cavabı E olmuş olacaq. Növbəti suala baxaq.
Hansı cümlə yalnız baş sözlərdən ibarətdir? İnsanlar cəsarətlə girişdikləri işlərdə daha çox uğur qazanırlar. Burada uğur qazanırlar kim? İnsanlar. Qalanlarda ikinci dərəcəli üzdür, bunu çıx. Zorla qoyuna gedən köpəyin sürüyə nə faydası var? Nə edər? Baxın, nə faydası? Köpəyin faydası. Bura sanki elə bil ki, zorla qoyuna gedən köpəyin sürüyə nə faydası? Burada köpəyin faydası bir yerdə olur xəbər ixtisar olunub. Zorla qoyuna gedəndə olur təyin. Yaxşı. Ona görə belə deyək də, burada zorla qoyuna gedən zorla qoyuna gedən təyin olmuş olur. Bunu sizə necə izah eləmək? Gözüm bir həftə baxım. Deməli, burada zorla qoyuna gedən köpəyin sürüyə nə faydası dəyər, faydası var, faydalıdır, belə demək istəyir. Sən də düşün ki, buraya ixtisar var. Köpəyin faydası zaten parçalanmır, ona görə hamısına xəbər deyirsən. Hansı köpək zorla qoyuna gedən, burada təyindir, bunu çıxırsan. Burada heç mübtədə yoxdur. Təhlükənin üzünə cəsarətlə baxmaq, özünü ondan xilas etməyin ən yaxşı vasitəsidir. Maraqlı variantdır. Təhlükənin, baxın, özünü ondan xilas etməyin ən yaxşı faydasıdır, vasitəsidir. Xilas eləmək mürəkkəb feildir. Eləməyin vasitəsi birləşmədir. Düzdür? Özünü ondan xilas eləmək də bir birləşmədir. Onun cavabını belə deyəcəksən. Özünü ondan xilas etməyin ən yaxşı vasitəsi ən yaxşı vasitəsidir. Nə? Təhlükənin üzünə cəsarətlə baxmaq. Bu cümlə belə təhlil olunacaq. Ona görə bunun cavabı C-dır. Özünü xilas etmək. Özünü xilas etmək daha aydın, daha bir-bir deyim, bəlkə başa düşəsiniz. Baxın. Özünü xilas etmək. Etmək görürsünüz, maqamək məstərdir. Bu məstər özündən əvvəl mübtədəyə qədər hər şeyi başına yığır. Bura qədər məstərə görə götürdük. Etməyin vasitəsi, bu yiyəlik vasitəsindəki idə mənsubiyyət. Bu da üçüncü növ yaradır. Ona görə etməyin vasitəsində parçalamırsan. Araya daxil olan sözlər tərkibdə gedir. Ona görə, ona əsasən buna bir yerdə xəbər deyirsən. Burada görürsünüz, baxmaq məstərdə özünə hər şeyə əvvəl olan hər şeyi başına yığıb mübtədə olub. Ona görə cavab olur C variantı. Biliyi olub onu işlətməyən alim, yeri şumlayıb dən səpməyən adama bənzər. Nə edir bənzər? Kim? Alim. Qalanları ikinci dərəcəli özüdür deyə işimizə yaramır. Dəvənin qanadı olsa, nə dəvənin qanadı? Uçmamış dam qalmaz, nə etməz qalmaz, nə qalmaz, dam qalmaz, necə dam uçmamış dam. Burada təyin var deyə çıxırsan. 50. Kitabları aparan Muradın özü idi. Muradın özü idi. Kim kitabları aparan? Mübtədədə feili sifət deyil, feili sifət tərkibidir. 50-yə də A deyəcəyik. 51 cümlənin birində əvəzlə ifadə olmuş mübtədadan sonra verili işlənməlidir. O, bacımdan bir neçə yaş kiçik idi. 51-in cavabı A olacaq. Kim sonra cavab verir? Bacı da isimdir. O, bura sən əvəzlik gəlib, burada ən ədatı gəlib, burada bilirdi feili gəlib, burada da bağlayıcı gəlib, ona görə vergül qoymayacaqsan. 52. Xəbəri əvəzlə ifadə olmuş cümlə. O, dövlətin pulunu mənimsəmək feildir. Mənimsə. Bunu çıx. Mənim sözüm hamıyadır. Hamıyadır, nə mənim sözüm. 52-də B-ni götürəcəksən, cavab olacaq. Dünən oxuduğu şeir özününküdür. Özününkü isimdir. Bunu çıx. Neçə ilə ki, sənsizsən, sənsiz sifətdir. Bunu da çıx. Bu iş mənlik deyil. Mənlik isimdir. Mənlik deyil də bir yerdə olur. İsmi xəbər. Xəbər vəzifəsində işlənən sifətlər hansı cümlədədir? Deməli, deyirlər ki, yamyaşıldır. Yamyaşıl xəbərdir, sifətdir. Daha sonra Araz dərindir, sərindir, dərindir. Bunu götürürsən. Uğur qazana bilmək, uğur qazana bilmək feili xəbərdir. Əyri düzə əyə bilmək feili xəbərdir. Nəfəsi gəlir burada da isimdir. 53-ə baxırıq. 52-yə baxdıq. Daha doğrusu 53-ə baxdıq, 54-ə baxırıq. Aha. Heç bir sual cavab verməyən xəbər hansı cümlələrdədir? Burada lazımdır predikativ sözdür, bunu götürürsən. Daha sonra gəlib baxırsan, gəlib burada var predikativ sözdür, bunu götürürsən.
Digərlərində elə bir şeylər yoxdur. 54-də 1-3 deyəcəksən, 55-ə baxırıq. Xəbər vəsiləsinə işlənə bilən sözlərin ibarət olan fikirləri, xəbər vəsiləsinə işlənə bilən sözlərin ibarət olan fikirləri müəyyənləşdirin. İsmin müəyyən yiyəlik halında işlənə bilən söz xəbər ola bilər, bir doğrudur. Daha sonra bir dəqiqə zəng. Biri seçdik. Öz hər tipli təyini kimisə nə isə qeyri-tipli qeyri-müəyyən əvəzliklər. Nə deyir bizdə? Xəbər vəsiləsinə işlənə bilən sözlərin ibarət olan fikirləri müəyyənləşdirin. Öz hər tipli təyini kimisə nə isə tipli qeyri-müəyyən əvəzliklər. Deyirəm ki, özüdür. Hərdir deyə bilməliyik. Axı bu hər xəbər olmayacaq. Ona görə ikinci çıx. İsmin təsiri halında təsirli xəbər olmur. Onlarla yüzlərlə tipli qeyri-müəyyən miqdar sayı onlarladır. Bu işlərin sayı onlarladır, yüzlərlədir deyə bilərsən. Feili bağlama xəbər olmayacaq. Bu sualın cavabı olacaq. Elə 1-dən 4. 56-ya baxırıq. Hansı mən xəbər səhv göstərilmişdir. Mən barə düşünmək istəmirdim. Məsdər üstəl başlamaq istəmək bir yerdə xəbər olur. Bu düzdür. Qonaqların bir qismi təzə gələnlərdir. Qonaqların bir qismi mübtəda olur deyə gələn feili sifəti hər şeyi başına yığmalıdır. Yəni təzəni də bura qatmalıydınız. Bizə heç bir şey lazım deyil. Lazımdır, lazım deyil. Bir yerdə xəbər olur. Burada problem yoxdur. Müəllim qardaşımın tanışı. Qardaşımın tanışı. Parçalamamalısan, axı bir yerdə götürməlisən. Üçüncü növdür. 56-dan cavab olacaq 2-4. 57. İsmi xəbərli cümlələri müəyyənləşdirin. Lazımdır predikativ söz ismi xəbər olur. Biri götür. Daha sonra gəlməli burada feilin vacib şəkildə feili xəbər olur. Bunu çıx. Daha sonra uzatdı feili xəbəri. Bunu da çıx. Burada olmaq, mütəxəssis olmaq feil məsdərdir. Məsdər olur. Arzum gözəl mütəxəssis olmaqdır. Belə təyin olunur. Mənim arzum mütəxəssis olmaqdır. Gözəl mütəxəssis olmaqdır. Nə? Mənim arzum. Düzdür? Bu maqmək deməli məsdərli ismi xəbər sayılır. Babam müharibəlidir. Müharibəli də yenə ismi xəbərdir. 57-də olur. 1 4 5 58-də baxaq. Deməli, nümədə hansı cümlə özləri işlənmişdir? Eşitmək ayrı, görmək bir ayrı. Dır ixtisar olunub. Eşitmək ayrıdır. Ayrıdır nə eşitmək, bir ayrıdır nə görmək. Burada bir dənə mübtəda var, bir də xəbər var. 59-a baxırıq. Hansı cümlənin mübtədası içində ifadə olunmayıb? Cavanlar elmə, biliyə həvəs. Burada cavanlar sifətdir, biri götür. Birincilik isimdir, bunu çıx. Küsənlər feili sifətdir, götür. Bu barədə danışmaq mənə ağır gəlir. Ağır gəlir. Nə bu barədə danışmaq? Bu maqmək məsdərdir. Burada isimlə yox, məsdər tərkibinə ifadə olunub. Yaxşılıq unudulmur. Unudulmur nə yaxşılıq isimdir. Bunda çıx. Özüm məsələni həll etməyə qərar aldım. Burada özüm əvəzlikdir. Altında götür. Cavabın olsun 1, 3, 4 və 6. 60-cı suala baxaq. Xəbəri düzgün fərqləndirilməmişdir. Onun həyatında bəzi problemlər var. Var ayrıca xəbər olur. Doğrudur. Əli və N romanı Qurban Səidi məxsusdur. Qurban Səidə məxsusdur. Məxsus qoşmadır, ayrıca xəbər olmur. Qoşulduğu sözdən birlikdə xəbər olur. 2 səhvdir. Belələridir. Sabirin tənqid tərəfləri məhz belələrdir. Belələrdir, ayrıca xəbər olub, problem yoxdur. Onların növbəsi bizdən sonradır. Sonra qoşması ayrıca xəbər olmur, qoşuluq sözdən xəbər olmalıdır. 4-də seçməlisən. 3-ün qoşması xəbər olmalıdır. Müəllim üçün tək xəbər olmur, qoşuluq sözdən bir yerdə xəbər olmalıdır. 5-də seçsən. Qonaqlar axşamüstü gəldilər, bu ayrıca xəbəri, problem yoxdur. Düzgün cavabın 2, 4, 5 olmuş. Olur. 61-ə baxaq. Dərsi bitirdi cümləsi xəbəri vəzifəsində olan sözün vurğusu ikinci hecədə olarsa səhv. Dərsi bitirdi. Baxın, belə olsa, ir vurğu qəbul edir deyə zaman olacaq. Bitir, bitirdi. Bu formada olacaq. İkisi də qrammatik olur. Sən səhv soruşur. Mübtədalı cümlədir. Nə edir? Bitirdi. Nə onun dərsi? Dərsi bura mübtədadır, düzdür? Mübtədalıdır fikri doğrudur. Amma belə olsaydı, vurğu bura düşsəydi. Burada ir olur leksik. Bu zaman dərs olacaqdı, tamamlıq, yaxşı. Amma vurğu düşür bura, yəni ir qrammatikdir, didə qrammatikdir. Mübtədalı cümlədir, doğrudur ki, dərsi mübtəda olur. Onun dərsi, i burada mənsubiyyətdir, adlı xaldadır. Xəbəri qurursa sadə feildir, doğru fikirdir, ikisi də qrammatikdir. Şuuri keçmiş zamanları xeyr, idi burada hissəcikdir, indiki zamandadır. İndiki zamanlar doğrudur, idi hissəcikdir, doğrudur. Dərsi tamamlıqdır, xeyr, dərsi mübtədadır. Cavablarla 3-dən 6. 62-yə baxaq.
uyğun. Xəbər sayla, xəbər ismi birləşmə, sözünü deyib çıxıb getdi. Aha, deməli sözünü deyib çıxıb getdi. Çıxıb getmək olacaq mürəkkəb feil. Birinci tərəf feili bağlama ilə işlənib. Mürəkkəb feil deyəcəksən buna. Ona görə A-nı yaz 3-ə. İndi onun kimi insanlar azdır. Azdır nə? İnsanlar azdır. Burada sayla ifadə olunub. B-ni yaz bura. Görüşməz 5-in yarısıdır. 5-in yarısı ismi birləşmədir. C-ni yaz bura. Müəllim olmaq mənim çoxdan arzum. Mənim arzum da ismi birləşmədir. D-ni da yaz bura. Güc birlikdədir. Birlikdədir nə? Güc birlikdədir isimdir. Bunu çıx. 1 B, 2 C, D, 3 də A. Belə. Sağ olun yoldaşlar. Sağlıqla qalın.